Artisti Azərbaycan Kinematografçılar İttifaqının sədri Rasim Balayev vəfat edib. Aktyor İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə xalq artistinin cənazəsinin vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb. Nəsimi, Babək, Dədə Qorqud və bir sıra başqa filmlərdə yaratdığı fərqli obrazlarla tamaşaçıların böyük sevgisini qazanan aktyor bir müddətdir ki, ağciyər xərçəngi və yüksək şəkərdən əziyyət çəkirdi. Hazırda biz Heydər Əliyev adına Beynəlxalq Hava Limanının kargo logistika mərkəzindəyik və gördüyünüz kimi xalq artisti Rasim Balayevin nəşi artıq gətirilib və hazırda avtomobilə aparılır. Rasim Balayevin cənazəsi qeyd edək ki, aktyorla vida mərasimi sabahları təxminən saat 12 radələrində baş tutacaq. Allah rəhmət eləsin. Üzünü məndən nihan etmək dilərsin, etməyil. Gözlərim yaşın rəvan etmək dilərsin.